Salam aleyküm, salam əziz və hörmətli dostlar, xoş gördük. Umaram ki, keyfiniz sazdır, yaxşısınız. Sümürgəcinin portresi və sümürgələşdirənin portresi haqqında kitabı oxuruq və 98-ci səhifənin əvvəlinə yetişdik. Kitabın yazarı Albert Məmidir. Buradan taza bir bəhs başlanır ki, müstəmirə insanı nə cür vəziyyətdədir? Birincisi, nə idi? Kolli bir baxdıq ki, portresi nədir? İkincisi, baxdıq ki, görək, insanlıqdan nə cür çıxadırlar ki, onu eləyə bilsinlər, sonra öldürsünlər rahatca ki, misallarını da vurduq. İndi gəlirik hiyliyə. Çalışacağım ki, bu iki səhifəni bu günləri oxuyam, qutaram, keçək. O birisi bəhssə ki, ömür olsa gələn dəfə getəcəyik sümürgələşdirilənin durumu. Görək ki, nə durumda olur. İndi hər halda hiyləni oxuyaq. Sümürgələşdirilənin yox edilməsinə yönəlik çılğınlığın sümürgəcinin ehtiyaclarından qaynaqlandığı diqqətə alınırsa, bu ehtiyaclara bu kadar uyğun olması sümürgəcinin tavrını onaylıyor və haqlı çıxarıyor. Görünməsi heç də sümürgəci şaşırtıcı olmaz. Tamam. Hiylənin indi görək ki, nə deyir? Burada deyir ki, sümürgələşdirilənin yəni bizlər ki, müstəmir yox, sümürgələşdirilən. Bunun yox edilməsi üçün, dedik ki, insanlıqdan çıxadırlar ki, yox edəyələr. Amma deyir, bunun yox edilməyi üçün yönəlik o yolda çılğınlıq, yəni yax cəsarət, beləsi mənliyyə. Sümürgəcinin ehtiyaclarından qaynaqlandığı diqqətə alınırsa. Deyir, əgər diqqətə alsaq ki, sümürgəcinin, istemargərin, farsların ehtiyaclarından qaynaqlanır, oradan qalxır. Niyə? Bu sümürgəcinin sümürgələşdiriləni aradan aparmaq çılğınlığı, dəliliği, cəsarəti hardan qalxır? Oradan qalxır ki, bu sümürgəci istəyir ki, bunu aradan aparsın. Əgər bunu diqqətə alsaq, görəcəyik ki, bu ehtiyaclara bu qədər uyğun olması, bu ehtiyaclara bu qədər uyğun bir fikir qoyurlar ortaya, rəftar qoyurlar ortaya olması sümürgəcinin tavrını dedik ki, düşüncə və rəftar. Sümürgəcinin tavrını onaylıyor, yəni ki, təyid edir. Onun sümürgəcinin davranışın, dedik ki, düşüncəsin və əməlin neynir? Təyid edir, onaylıyor və haqlı çıxarıyor və hətta onu haqlı da çıxadır. Tamam? Çıxarıyor, görünməsi, onun o haqlı görünməsi heç də şaşırtıcı olmaz. Şaşırtmaq, yəni təəccüb. Təəccüb ərəbcədən gəlibdir. Fikirlə farsda müadili yoxdur, zehnimə gəlmir. Amma türkcədə şaşmaq onun yerinə. Dostlar, bunları ki, deyirəm, ərəbcədir, türkcədir, farscadır. Bunu buna görə deyirəm ki, biləsiniz ki, fars dili türk dilinə görə çox zəifdir. Ona görə istəyirəm deyəm. Tamam. Daha şaşırtıcı, daha çox şaşmaq üçün nə lazımdır? Daha çox şaşırtıcı, bəlkə daha zararlı olan şey, bəlkə nə tək şaşırtıcı, bəlkə zərərli olan, yəni çox zərərli olan şey nədir? Sümürgə insanında yaratdığı yanıqdır.
Deyir ki, çox zərərli olan o fikirlərin, o sümürgəsinin fikirləri, o insanlıqdan çıxartmaqlar filanlar, onun sümürgələşdiriləndə, yəni biz türklərdə sümürgə insanında yaratdığı nə mənədir? Yanıqdır. O yanıqlıq, o həsrət, o narahatlıq ki, yaradır insanları, yara üstündə deyək, ürək yarası vurur, o ya dil yarası vurur, o deyir daha çox zərərlidir. Diqqət buyurun, bizim yəni beləsi deyək, bizim beynimizin yuyulması, farslaşmamız, fars dili danışmamız, fars kimi düşünməmiz və tüm, istər-istəməz, tüm işlərimizin nəticəsi farsların mənfəətinə olması. Bu deyir, daha çox bizə zərər verir, zərər vericidir. Tüm kurumlara və tüm insan davranışlarına gətirilən və dayatılan kəndi görüntüsü ilə sürəkli qarşı-qarşıya qalınca sümürgə insanı bu rəsmə təpki göstərməyib nə yapsın? 3 sətirdə bir cümlə. Deyir ki, tüm kurumlarıyla, kurum dedik tamam sistem, dəstgahlar. Qurum, məsələn, hər idarə özü bir qurumdur. Maliyyat idarəsi bir qurumdur. Vergi idarəsi. Səbt əhval bir qurumdur. Qəbristanlar özü bir qurumdur. Polis bir ayrı qurumdur. İttilaat bir ayrı qurumdur. Bəsic bir ayrı qurumdur. Dadgah bir ayrı qurumdur. Bunlar hərəsi bir qurumdur. Məclis, dövlət, hərəsi bir qurumdur. Yəni, nə mənə görürsə bu qurumlar. Tüm qurumlarla, tüm o idarələrlə və tüm insan davranışları ilə və tamam insanların davranışı ilə, həm düşüncə, həm rəftarı ilə, davranış bundan ibarətdir, əməli ilə gətirilən, bir dana bunlarla, qurumlarla və insanların rəftar və düşüncələri ilə, diqqət bunun İranda, həm dövlət təşkilatları, həm xüsusi bəxş, həm də insanlar, bunların davranışları gətirilən və dayatılan və ona dayanan, ona təkkiyə eləyən, ona dayanan kəndi görüntüsü ilə, hətta özünün, biz özümüzün görüntümüzlə, özümüz nə görürük, özümüzü nə cür görsədirik, o da mühümdür. İndi məsələn, səqqəl qoyuruq, nə bilim, İslamçılıq edirik zahirdə, amma dalda nə edirik, ya farsçılıq edirik. Bunlar görüntü nə veririk? Yəni bizdən ayrı adamlar baxanda bizi nə cür görür? Bizi nə cür qəzavət edirlər? Fərz edin ki, indi mən türkçülük edirəm, amma dostlarım burada baxanda deyirlər ki, bu farsçıdır, İrançıdır. Məsələn, görün ki, mən nə görüntü verirəm eşiyə. Mühüm deyil ki, nə hiss edirəm. O birislər məni nə cür görür? O da mühümdür. Görüntüsü ilə sürəkli qarşı-qarşıya qalınca, yəni baxın, 3 şeylə dedik qarşı-qarşıya qalırıq. Yəni zidd dururuq, üzbə-üz dururuq, savaş halindəyik. Biri nədir? Biri qavramlar, qurumlar, təşkilatlar, sazmanlar, idarələr. Tüm insan davranışları və insanların, İranda insanların davranışı və bir dənə mənə kəndi görüntüsü, məndən verdiyim təsvir, yaratdığım təsvir. Məsələn, fikir eləyin ki, indi bunu çox görürük, ona görə deyirəm. Adam məsələn, o Zöhrəvənd danışıbdır səfir İtaliyada, İranın səfiri. Adamlar ona nənəbacı söyüşü verirlər, özünə söyüş verirlər. Nə olsun? Yəni, söyüşdən ona nə oldu? Bizə nə oldu? Heç söz, sən fəqət bizi əşaladın. Sən görüntü ki verirsən ki, türklər biədəbdirlər. Türklər məntiq qanmırlar, türklər bəhs qanmırlar. Amma əgər sən otursan buna bir cavab yazsan ki, nə gözəl bu adam etiraf elədi. Bax, elə fəqət bu. Bu adam etiraf elədi ki, biz türklər bizim əsli düşmənimizdir. Bizim mənafiimiz türklərin mənafiinin qarşısındadır. Ermənistanın əhəmmiyyəti bizə türklərdən çoxdur. Türklərə məcal versə, bizi aradan apararlar. Bir daha düşmənlik olur. Baxın, bir var ki, heç olmasa bunu deyəsən ki, bu adam bax, etiraf elədi ki, düşməndir. Bu elə bu qədər, bu özü çox mühümdür. Yəni biz sənəd axtarırıq, sabit eləyək ki, ağa, İran dövləti türklərlə müxalifdir.
Türklərin varlığı ilə müxalifdir. Türklərlə düşməndir. Və bunu keçən yüzildə bizim buna görə ki, biz türkluqdan çıxaq və düşmən olaq özümüzlə, bunu bizə keçən yüzildə beynimizə yerləşdiriblər. Əvəzin ki, bunları deyək ki, bu adam bunu da təyid edir, bu da bir sənətdir, oturuq buna yaman deyək. Yox, əgər ağıllı olsa oturuq bunun cümləsinin, hər cümlənin üstündə bir saat danışarıq. Bu adam hara işarə edir? Hər kəlməni bu adam məmuradır, bir səfirdir. Savadı yuxarıdır, təcrübəsi yuxarıdır, siyasət görübdür, dövlətlər arası işləri bilir. Bilir ki, hər kəlmənin mənası nədir və hüquqda mənası nədir? Siyasətdə nə mənası nədir? Beynəlmiləl siyasətdə mənası nədir? Onu seçərək qoyur bir-birinin dibinə. Elə bu cürsə gətirib qoymaz. Çünki səfir bilir ki, hər kəlməni, məsələn, İranlılar indi 20 ildir, neçə ildir bomba atom üstündə danışırlar, kəlmələrin üstündə danışırlar. Kəlmələri dəyişdirirlər. Anlamını tərif edirlər ki, bir mövqedə adığa getsə, bax bu kəlmənin mənası burada buyurdur. İndi biz bunları oturaq, bir dana bunu deyək ki, bunun kəlməsi, hər kəlmə özü bir simgədir, bir üstürədir, bir filandır, bir tarixdir, kəlmənin özünün mənası nədir, tarixdə nədirdir, filan. Baxma, bunu görəcəksiniz ki, bunu 50 saat bunun üstündə işləyəcəksən, bunun tamam o şakilə deyirlər ərəbcə. Onun o binövrəsin, çarçövəsin, qoyacaqsan ki, bax, bu belə düşünür. Bu, bunun düşüncəsidir. Siyasi düşüncəsi bunlardır. İndi biz nə təsvir veririk, dururuq orada 2-3 dana söyüş veririk. Nə, bacıya, ağzını, orasını, burasını söydük. Tamam. Ona da bir şey olmadı. Bizə də bir şey qazandırmadı. Amma bizə zərər verdi. Nədir? Görüntü ki, biz görsətdik özümüzdən dünyaya, düşünməz, qeyri-məntiq, söyüş verən, düşməni öldürərlər. Mən düşməni öldürərəm, amma söyüş deyirsən demə. Baxın, savaşda düşməni öldür, amma söyüş vermə. Söyüş vermə, ged öldür. Raifi Puru, Azərihanı, əvəzin ki, nənə bacısına yaman deyəsən, özünə yaman deyəsən, arvadına, uşağına, dədəsinə, nənəsinə, nə bilim, orasına, burasına, dininə, Allahına, du get ki, boğ. Du get ağacla vur, öldür. Düşət yumruqla vur, öldür. Çünki onda sən bir iş görürsən ki, düşmən qorxur və düşmənə zərər verirsən. Düşmən bilir ki, mən ikinci dəfə təkrar eləsəm belə olacaq. Amma o zaman ki, söyüş verirsən, bizim o işləyən insanlarımızı gətirirsən əşaya. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Bu günləri Cənab Sədiq Allahın rəhmətinə gedibdir. Təsliyyət ərz edirəm buradan. Başı sağ olsun Azərbaycan. Çox böyük bir ustaddır. Çox böyük. Mən bir-iki dəfə bu ziyarətinin şərəfinə nail oldum. Cələsələrdə görüşdük. Məndən çox himayət elədilər o zaman ki, zindanda idim. Çox himayət elədilər. Allah qəni-qəni rəhmət eləsin. Amma bu adam 50 cild, 60 cild, 100 cild kitab yazıbdır. Kitab gətiribdir, camiəmizə tanıtdırıbdır. Bunun o 70 il zəhmətin sən bir dana söyüşünə verirsən hədərə. Yox, bu işi görmüyor. Hər halda, görüntüdə mənzurumuz oydu ki, biz diqqət eləməliyik ki, millətimizə, dövlətliyimizə, zindanda olanlarımıza, zindana getməyənlərimizə zərər verməyək. Qabaqda gedən ağsaqqəllərimiz var. Mən bir zaman bir teori qoydum ortaya, bunun üstündə çox işlənmədi. Amma mənim nəzərimə, biz təşkilatlanmalıyıq. Nə cür dostlar? Dostlar arasında, familiya arasında, məsələn, fikir edin ki, mənim familiyamda 4 nəfər mənə tay fikirləşir. Ki, inanmıram mənim familiylərimdə 4 nəfər olsun ki, mənə tay fikirləşsin, amma deyək ki, mənə tay fikirləşir. 4 nəfər. Bunları təşkil edəcəksiniz. Yəni, onlar bir-birinizlə danışacaqsınız. Ya sin hesabı, ya Azərbaycançılıq hesabı, ya da kim tez Azərbaycançı, türkçü olubdur, onun hesabı. Təcrübə yəni, təcrübə hesabı. Bu adamı deyəcəksən ki, sən bizim rəisimizsən. Nə desən biz qulaq asacağıq. Əgər sən tutulsan, biz altımız o birisi, o 4 nəfər məsələn, ya 5 nəfər, Həsən olacaq, Hüseyin olacaq, Kasım olacaq, axırıncı nəfər də budur. Biz bunu, bu sistem təşkilatlanmaq bir ordu şəklinə çıxarıq. Yəni, onda görərsiniz ki, bu 5 nəfərin başında olan, getdi bir ayrı 5 nəfərin başında olanla birləşdilər.
onlar orada, bunu burada. İndi istiyoruz bir iş görək. Bu kafidir ona bir SMS göndərsin ki, bu işi görəcəyik. O da o 5 nəfərə, o da ha belə görəcəksiniz ki, millət bir ordu kimi qalxır ayağa. Biz gərək bu işi görək, xanımla ağalı bu işə girişək. Amma görək nə olacaq. Daha şaşırtıcı, bundan daha şaşırtıcı nə ola bilər? Bəlkə daha zərərli olan şey nədir? Sümürcə insanında, bizim içimizdə ya üstümüzdə yaratdığı yanıqdır. Tüm kurumlarla, mən bunu geçmişəm, elə bir qeyddim, əvvəldən oxudum, üzrsən, bunu qeydim dalıya. Gedim qabağa, yəni ora geçsəm, qallıq şeyə. Bir də oxuyaq nə edək. Tüm kurumlarla və tüm insan davranışlarına gətirilən və dayatılan kəndi görüntüsü ilə sürəkli qarşı-qarşıya qalanda nə olacaqdır? Sümürcə insanı bu rəsmə təpki göstərməyib nə yatsın? Təpki əksül əməl. Əksül əməl ərəbcə sözdür. Farsca istəyirdim ya müqabilə, gördüm müqabilə də ərəbdir. Farscası yoxdur. Türkcəsi təpki. Təpki göstərirsən, yəni əksül əməl göstərirsən, reaksiya edirsən. Action, reaction'dan gəlir. Biraz türkləşdiriblər, reaksiya deyirlər. Bu Latin sözdür. Action, reaction, reaksiya o oradan gəlir. Amma bu Türkcədir, təpki. Tamam. Kayıtsız qalmaz, yəni bi-etina. Kayıtsız, qeydsiz. Qeyd ərəbcədir, türkləşibdir burada. Qeydsiz. Etina da ərəbcədir, dostlar. Bi gətiriblər farslara əvvəlini qoyub, bi-etina. Yox, onu ərəbi farsı eləməz. O elə şeydir. Hər halda. Bəlkə də farslaşdırıblar biraz. Kayıtsız qalmaz. Ona təvəccüh eləməmiş, onun yanından geçməz. Yəni, o 3 dana şey ki, dedik, bu adamı gətirib yer ki, təpki göstərsin. Və bir hərəkət misalı rüzgara kapılıb üzərinə yapışan bu maskayla durmaz. Gözəl söz deyir ki, kayıtsız qalmaz və bir hərəkət, bir rəftar, bir davranış. Hərəkət ərəbcədir. Farsca mənası yoxdur. Mənası var. Farsca söz yoxdur bu hərəkət sözünə. Bizdə hərəkətin yerinə bilmirəm. Bizdə də bilmirəm nədir. Hərəkət illəti bilmirəm budur dostlar. Mən türkcə oxumamışam. Mən burada görürsünüz zorla oxuram. Xüsusən elmi, fəlsəfi, tarixi, yəni indi bunları da farsca deyirəm, türkcə deyirəm. Elmsəl, fəlsəfəsəl ya düşüncəsəl. Çünki fəlsəfə türkcədə yəni düşüncə. Düşüncəsəl, ondan sonra tarixsəl, coğrafisəl. Yəni hansını deyirsə, hansı elmdən deyirsə, biz onlarla tanış deyilik. Mütəəssifانه bizim zehnimiz farslaşıbdır. Hərəkət misalı, hərəkətə bənzər rüzgar. Rüzgar yel ki deyirik dostlar. Biraz bərkəsəndə olur rüzgar. Bu ay rüzgar səni yanasan ki bizdə də vardı. Rüzgarın içi belə olsun, el olsun. Rüzgara biz bəzən şeylərik. Orada rüzgar elə bu yeldir. Tufan. Amma biz bəzən onu yaşama deyirik. Yaşama nisbət veririk. Yəni doğrusu budur ki rüzgar yəni yel, amma biz bunu yaşama da nisbət veririk. Misalı rüzgara kapılıb üzərinə yapışan rüzgara yelə özümüzü yelə verək. Yel biz aparaq. Badism deyirlər ha. Yel hangi tərəfəsi adam da əsirdi o tərəfə. O şahın nökəri deyir ki, qurban mən sənin nökərinəm, badımcanın nökəri deyirəm ki, bu adam da, yəni şah nə istəsə mən o dəyişdikcə dəyişəcəm. Bəzi adamlar mütəəssifانه badistdirlər. Yəni bu günləri filan kəs belə dedi, mən belə olacağam, səhər də dedi, belə olacağam. Özlərinə istiqlalları yoxdur. Hər halda deyir, hər hərəkəti, bunun hərəkəti özündən də, yerdəndir. Orada deyir ki, hərəkət misalı rüzgara kapılıb
üzərinə yapışan bu maskayla duramaz. Fikir eləyin ki, indi bir dana biz qorxuluq qoymuşuq. Qorxuluq mətərsək farsca. Bir qorxuluq qoymuşuq bir zəmiyə. Əvvələn bu sual. Dostlar, niyə zəmilərə məsələn bir dana ayı qorxuluğu qoymurlar? Bir dana ceyran qorxuluğu qoymurlar? Bir dana adam qorxuluğu qoyurlar? Niyə? Çünki heyvanlar bir-birlərindən qorxmazlar. Təkcə heyvan ki, canlı ki qorxarlar insandır. Bilirlər ki, o rəhm eləməz, yiyər, öyadır, yeməsə də öldürər. Özü də diqqət buyurun. Heyvanların bir əcib adəti var. İnsanın bu adəti yoxdur. Heyvanlar o zaman ki avlırlar, şikar elirlər, avlırlar, avladılar. Avlayan ləhzə ki tutdular, o birisi heyvanlar qaçmazlar. Məsələn, bir şey ki 1000 dana ceyran var, 1000 dana inək var. Qaçırlar, bir dana şer qaçır, ya bir qrup şer qaçırlar, bunlardan birini tutalar. O zamanacan ki tutanmayıblar, hamısı can hörlüylə qaçar. Elə ki birini tutdular, tutdular, hələ yıxmayıblar, onlar da durarlar. Onlar da durarlar. Niyə? Çünki bilirlər, bu fəqət bunu yiyəcəkdir. Və bunu yiyib, doyub, ta acalınca heç kəsin işi olmaz. Gəlib bunun yanında dolananlar. Hətta videolara belə indi şeylər qoyurlar, görsəz bu Instagrama. Bu çox əcibdir. Heyvanlar durublar, məsələn, fərz edək ki, qardaşın, dədəsin, nənəsin, bacısın, birində, familiyinin birini yıxıb orada yiyir. Bunlar da hamısı oturublar beləsi, baxırlar, qıraqda. İndi mən əlimi beləsi qoyuram, onlar 4-50 belə durublar, baxırlar, neynə yacaqlar. Qorxuda yaşayır. Heyvanlar hamısı qorxuda yaşayır. Yəni, mənim də növbəm olacaqdır. Beləsi düşünürlər. Bir hərəkət misalı, hərəkətə bənzir ki, ruzqara kapılıb, ruzqar yel onu alıb ağzına, üzərinə yapışan maska ilə, üzünə bir dana da maska vurubdu, indi dedik qorxuluq məsələn, neynir? Maska ilə duramaz. Deyir, ondan dura bilməz bir insan. Belə bir deyir ki, müstəmirə insanı siz deyəsiniz ki, bu bir qorxuluq deyilə qoymuşuq burada zəmidə, yox, deyir bu adam, ruzqar da bunu, yel də bunu tərpədir. Bunun hərəkəti yeldəndir, özündən deyil. Tərpənmək bəlkə hərəkət sözünün türkçəsi olar. Bəlkə, bilmirəm, tərpənir, hərəkət edir yəni. Bu, yel bunu vurur, deyir, bunun üstündə də bir də mask var. Deyir, bu belə deyir ki, həmişə həm gülə, sən bundan xoşun gələ, həm də ki, bu yel bunu tərpədir. Deyir, yox, bu adam bir insandır və əksül əməl elər. Deyir, ki, təpki göstərər. Tamam. Sonunda bu rəsmi tanıdık bir işarət halinə gəlmiş tiksindirici, biz diskindirici deyirik. Baxın, bəzi sözlərdə bizlə Türkçədə hərflərin yeri dəyişir. Biz diskindirici deyirik, onlar diksindirici deyirlər. Aynıdır. Kəlmə bilirsiniz, uşaqlarda da olur da belə bir şey qalır. Məsələn, xoşuna gəlir, məsələn, mənim nəvəm var bir dana, məsələn, 5-6 gündür bir söz cümləsini deyir, axirində bir dana elir. Məsələn, xoşuna gəlir, adam bunu saxlır. Dünənləri bir videoya baxırdım, gördüm ki, Şimali Azərbaycanda belə ədə cəbura, ədə ceduranı deyirlər. Məsələn, çox xoşuma gəldi, çünki mən bununla yekəlmişdim. Bizim Qəradağda ədə işlədərdilər, cəbura dayına işlədərdilər, məsələn. Niyə məsələn bunları yaddan çıxardaq deyək ki, kətli dilidir. Tamam, kətli dili ondan da nə olacaqdır? Biz məsələn farsı danışanda şəhərli oluruq ya farsların məsələn hər halda keçək. Sonunda bu rəsmi, yəni o düşüncə ki şey vardı ki, dedik o rəsm tanıdıq bir işarət halinə gəlmiş. Deyir ki, sonra o rəsm, o təsvir ki vardı sümürgəçidən, o 3 danadan saydıq. Nə idi? Biri oldu dövlətin qurumları, şəxsi qurumlar, xüsusi nimə dövlət qurumlar, təşkilatlar, sazmanlar, nəhadlar, idarələr. Biri bunlar. Biri insanların davranışı və biri də oldu nə mənə görüntü nə veririk? Özümüzdən görüntü nə veririk? Ya onlar görüntü nə verirlər? Məsələn, onlar türk dildirlər, amma Azərbaycan səri İranəs deyirlər və hərdən də bir cümlə türkü danışırlar, bizim qoltuğumuza qarpız verirlər, bizi minirlər. Nöqtamızı aldılar əllərinə, getdi, biz özümüzə nöqtanı vurdu. Yəni, onlar bizə bir cümlə türkü danışanda biz nöqtanı çəkdik. Cəmin, yaxşı. Əhmədi Necat ya, Ruhani ya filan bir cümlə türkü danışdı.
Yəni bu qədər sadə bir millətik ki, bir dana fars, bir cümlə danışanda biz ona bir 4 il ona minik veririk. Əslində bir cürə ahmaqlaşmışıq. Bizim dədələrimiz belə deyildi. Bizim dədələrimiz az idilar. Bizim dədələrimiz sayı az idi. Amma minik vermirdilər. Bilirdilər ki, bu qədimdən deyiblər ki, bax bu misal vurun. Bizim bir heyvandır da, heyvanın adını deməkdən bir müşkül yoxdur. Mən bəzən haşa huzurunuzdan. Yox, biz bir eşkəyimiz var idi. Yadıma gəlir, dədəm buna dəris satmışdı. Bunu mən gətirdim kəndə. Yolda cığırla gəlir. Cığır yəni çıqqılı yol ki, heyvanlar gediblər açıqlar. Amma çıqqılıdır, yəni enli yol deyil ki, deyəsən yoldur, cığır. Buraya ilə gedirik indi biz. Deməklə qabaqda bir quyu kimi bir şey qazıblar. Kim qazıbdı, nəyə qazıbdı bilmirəm. O cığırın ortasında bir dana məsələn 50 sant, 60 sant bir belə. Məsələn bir qabal şeyi yekəlikdə. Dairəsi yekəlikdə bir quyu qazıbdı. Ehtimalə məsələn bir heyvan tutar, yolu qazıb amma. Yəni bu qədər ağılsız adamlar olur ya, bəzən də bir hədəf üçün. Yəni məsələn mümkündür sizdə mənə zərər vuralar ya bizim heyvana zərər vuralar. Hər halda içi də dolmuşdu su ilə. Mən də görmürdüm. Eşşək də qabaqda gedirdi. Eşşək ayağı getdi, düşdü bura, qaldı orada. Çox zəhmət ilə getdim, dədəmi çağırdım. Gəldik bu eşşəyi buradan üstündə yükü var. Yəni bir xəlvər yük deyirlər. 8-9 dəriz çatıblar bunun üstünə. Mənim də dədəm də biraz nainsaf idi. Görərdin 8 dana dərizi çatıb 2 dana da qoyub üstünə. Yəni beləsi. Eşşəkdən izafi yük çəkərdi. Gələn dəfə həman gün ya sabah, gələn dəfə eşşək orada nə qədər elədim getmədi. Çıxdı qıraqdan getdi, ayrı yerdən gəldi. Amma biz insan olaraq hər rəis cümhurluq dövrəsində, hər intixabat dövrəsində, hər şura intixabatı dövrəsində biz o eşşəklə ağlımızı işə salmır. Bu Fuladı Mübarəkənin qəziyyəsi bizə gözəl bir idea verdi. Orada bəlli oldu ki, bunlar tweet vuranlara, Instagramdaşılara, ruznamenigarlara, xəbərnigarlara, radio televizyona, imam cümələrə, fulanlara, bəhmanlara hələ bəlli olmayıb ki, məhəllədəki məsələn Nohəxanlara, mollalara, nə bilim, bəzi adamlar ki, məsələn şəhərdə məşhurdular, onlara nə qədər pul verir. Amma indi görürük ki, bir nəfər istəyir nümayəndə çıxsın, gedir 4 nəfəri gedir, bunların hərəsinə məsələn 1 milyon verdi, o 4 milyon, 50 nəfər gördü, 50 milyon verdi. Siz məni bu şəhərdə təşviq edin, mən Azərbaycancıyam. Biz bilirik bu kimdir? Biz bu adamın demağı ilə baxın, bu dövlət kimdir? Amma indi Urmiyədə görürük ki, şuranın rəisi kim çıxdı? Bir dana Kürd elədilər. Cavan Kürd. Yəni nə deyim də, yəni biz dərs almırıq. Hər halda istəyirəm bunu deyim. Yəni çox da getməyim qabağa. Sonunda bu rəsmi, o rəsmi ki yaradıblar, tanıdıq bir işarət halinə gəlmiş. O vəziyyət bir dana tanıdıq. Yəni tanıya biləcək. Hər vaxt görsək oradan, məsələn fikirləyin ki, biz su içəndə deyirik ki, Yəzidə lənət. Suyu içəndə bizə Yəzid yadımıza düşür. Biz hər nəyi görəndə ondan bir şeylər bizi istəyək istəməyək zehnimizə gəlir. Bərqi gedir, gələndə fövri sələvat söylür. Allahümmə salli alə Muhammed və ali Muhammed. Çünki hər şeyin bir mənası var bizim zehnimizdə. İstər istəyək, istər istəməyək o məna bizə gələcəkdir. İndi onun üçün deyir ki, o tanıdıq işarət, tanıdıq bir işarət halinə gəlmiş diskindirici olacaqdır. Tiskindirici ya diskindirici eyni ikisi də bir sözdür ki dedim. Bir lakab gibi tanır. Bir ləqəb, lakab yazır ərəb şeydə bu da ərəbə bənzərdir. Kimi tanınır. Bunu mən misal vurdum da, İmam Hüseynin misal vurdum, Bərqin gəlməsində misal vurdum ki, misalları nə bilək. Bir ləqəb halinə gəlir. Məsələn, mənim adım İnsaf Əlidir, mümkündür deyərlər Azərbaycançı, türkçü, nə bilim, pan-türk falan. O pan-türk. Əlbəttə mən yada gəlsəm, yəni indi pan-türk deyəndə amma pan-türkdür, şükür olsun. Yəni mən sevinirəm ki, mənə pan-türk deyərlər və biz pan-türk olmalıyıq. Bunu qətlən qəbul edir. Biz pan-türk olmasaq nə mənə yox, biz pan nə yox. Biz
öz millətimizin, dünyanın, dostlar, bunu bir dəfə də deyim, mən Günyaz TV-də də demişəm, çox yerdə demişəm, amma bir dəfə də burada deyim, dostlar ki, vardılar və ya dostlarına desinlər. Dünyada tamam riştələr, hamısı, mən hətta bəzən deyirdim, fizik yox, riyazi yox, şimi yox, mühəndisi, mekanik yox, amma hətta onlar da nasyonalistlər, pandılar. Baxın, amar pandır, riyaziyat pandır. Niyə? Çünki məsələn, Amerika o riyaziyat işlədir. Məsələn, göyə geçsin, münşəh düzəlsin, atom düzəlsin, filan düzəlsin. O riyaziyat bizdə yoxdur. O riyaziyat onundur. Onun mənafi üçündür. O coğrafiya, o siyasət, o hüquq, o hüquq-i bəşər, o teknoloji, o hər nə mənə ki, o onun tərifidir və onun xidmətindədir. Siz o tərifi alsaz öz məmləkətinizə ona xidmət eləyəcəksiniz. Necə ki biz cami şünasi, ulum siyasi, hüquq, fiqh, fəlsəfə, məntiq, hər nə mənə ki İranda oxur, hamısı Farsın xidmətində olduğu üçün biz farslaşırıq, milliləşmirik. Tamam. Hər şey millidir və biz də milli olmalıyıq. Milli yəni pan deməkdir, dostlar. Pan deməkdir. Biz farslara deyəndə pan-fars, bu anlamda demiyor ki, tohindir. Mən şəxsən özümü deyirəm. Bu anlamda deyir ki, onlar millətçidirlər. Fars millətçisidir. İrancı deyil. Yəni İrancı olan deyəcək ki, Bəluçun o qədər haqqı vardı ki, Farsın var. Türkün o qədər haqqı vardı ki, Farsın var. Qəşqai, hətta Qəşqai, ya keçidir, Xəliclərin o qədər haqqı var ki, Farsın haqqı var. Əgər İrancı belə baxar, mən onu pan-İranist demirəm. Mən deyirəm pan-Fars. Pan-İranistlər kimə deyirəm? Pan-İranistlər onlara deyirəm ki, gəlirlər, məsələn, türkdür, türkü inkar edir. Ərəbdir, ərəbi inkar edir. Burada da olurlar pan-İranist. Yəni gedirlər pan-Farsın yanına ki, mən indi bunları bərabər işlədirəm. Hətta bu anlamda taza qavram qoyuram. Bu taza qavramı dostlardan da istədiyəm. Farszədə. Farszədə, farsı yazıları da farszədə. Bir dənə fars mərisçılıqdır, bulaşır. Eyni məsələn koronazədə. Məsələn sərmaxordə. Bildiniz nə cür? Eyni ona da. Hər kəs ki bu mərisçılığa bulaşır, o mərisçılığı tutur. Onu biz işlətməliyik. Tamam. Dedi ki, tanır. Bu suçlama ittiham vurmaq. Dedik da, məsələn, bizi də suçlurlar. Bu suçlama onu rahatsız edər. İndi onlar bizə ad qoyurlar. Da bunları mən təkrar eləməyim. Filan, Türkçe falan. Ya geri qalmış, Azəri, bunlar. Ad qoyurlar, rahatsız edər. Bizi narahat edir. Biz 100 ildir narahat olur. Rahatsız deyil o. Və onu suçlayan güclü kişiyə hayranlıq duyduğu və ondan çəkindiyi ölçüdə qayğılanır. Diqqət buyurun. Deyir ki, insanda rəvani bir halət var. Diqqət buyurun. Əgər biri sizdən güclüdür və sizə ittiham vurur. Diqqət buyurun, bu çox rəvani bir şeydir. Məsələn, biz uşaqlar mədrəsəyə gedəndə, hətta danışqaha gedəndə, ustad danışqahımız xanım olsa onu çox sevərik. Hətta istərik ondan evlənək, çünki güclüdür. Mənim yadıma gəlir, bir dənə uşaq yoxdur ki, müəlliminə, xanım müəllimi aşıq olmuyor. Mənim xanım müəllimim olmayıbdır, nə ibtidaidə, nə rəhnumayda, nə dəbiristanda, nə danışqahda. Mütəəssifanə olmayıbdır. Kanadada, kollecdə bir dənə xanım rəisi danışqada idi özdə. Məsələn, mən ona bu vəziyyət tapdım, yəni sevirdim biləsin. Niyə? Onda güc var. İnsan gücü sevər və gücü sevdiği üçün ona bir şey olur. İndi bir dənə polisin şeyi sizdən güclüdür. Polis güclüdür. Hər halda bir dənə qanun ona güc veribdir ki, əsləhəni çəkib səni öldürə bilər. Səni ittihamlayıb verib bazdaşda verə bilir, verir dadqaha. Bu onun gücüdür. Yaxşı. İndi dadqahda da aynı bu cürdür, dövlət də aynı bu cürdür. İndi bunu nə cür deyir? Deyir ki, bu suçlama, əgər sizə bir suç vurur, pan-türk deyə səni mühakimə edir. Onu rahatsız edər. Məni narahat edir bu suç. Amma və onu suçlayan güclü.
məni suçlayan güclü adam, indi ya rəis dadqüstləridir, dadgahdır, polisdir, ittilaatdır, rəis cümhurdur, hər kəsdir. Suçlayan kişiyə hayranlıq duyduğu, ona hayran olar. Onun gücü bunu təsirin altına qoyar. Biz niyə Amerikadan çox xoşumuz gəlir? Deyirik, Amerikalılar gələcəklər, İranı vuracaqlar, biz qutaracağıq. Çünki o güclüdür. Güclü olduğumuz üçün, niyə məsələn Əraqlıları demirik, niyə Türkiyəliləri demirik, niyə məsələn Azərbaycanlı demirik, niyə Ermənistanı demirik, niyə ayrı bir yeri demirik, niyə oraları deyirik? Çünki nəzərimizə gəlir ki, ən güclü dünyada Amerikalıdır. Onun üçün də deyirik, Amerika bu işi görsün. Biz İmam-ı Zaman ki, Farsın zehnində var, biz o İmam-ı Zamanı bugün Amerikada görürük. Yəni, Amerika bizim İmam-ı Zamanımızdır. Yəni, Fars şiəsini. Çünki İmam-ı Zaman düşüncəsi insanlara deyir ki, çalışma. Çalışma. Qiyamət düşüncəsi də deyir ki, bu dünyanın işin olmasın, o dünyaya fikirləş. Amma şair nə deyir? Deyir ki, onlar iyi ki, ey abid-i zahid, onlar iyi ki, o dünyada odda yanarlar, odu buradan apararlar. Orada od yoxdur, odu buradan. Əgər sən burada cəhənnəmdə yaşırsan, o dünyada cəhənnəmdə yaşayacaqsan. Çünki buradadır ki, o dünyanı düzəldirsən. Amma bizə bunun tərsəsini deyiblər. Deyiblər ki, yox, sən bu dünyada çalışma, o dünyada çalışarsan. Mən bilmirəm bu hardan Fars şiəliyinə gəlib və müsəlmanlara gəlib. İslamda belə bir şey yox idi. Çünki müsəlmanlar çalışırdılar, işləyirdilər, elmi düzəldirdilər, silah düzəldirdilər, dünyanı alırdılar filan bəhman. Amma 400 il İslamdan sonra, 500 il İslamdan sonra, Hz. Məhəmməddən sonra görürük ki, müsəlmanlar yavaş-yavaş Məsihləşirlər. Yavaş-yavaş Yahudiləşirlər. Və cəlibdir, İsrailiyyat deyə fikirdə bir şey var. Mollaların arasında belə bir şey var. Tarixçilərin arasında bir şey var. Mən bunu şah zamanı şimdi İsrailiyyat. Nəsraniyyat da var əlbəttə. Bunu da yadınızda var. İsrailiyyat və Nəsraniyyat. Nəsraniyyat olur Məsihlər, yəni onların fikrindən, onların düşüncələrindən gələn. Bu bizdə var. Bizdə var. Müsəlmanlarda mütəəssifانه olubdur. Çünki insanlar, güclü insana şey olar, ondan çıxdığını, üzr duyduğu, ondan çəkindiyi, ondan çəkinər. Ondan biraz qorxar. Ondan çəkinmək də bilirik ki, yəni qorxmaq, dalıya oturmaq. Ondan çəkindiyi ölçüdə qayğılanır. Nə qədər ondan çəkinirsə yəni qorxur. Nə qədər ondan çəkinirsə, o ölçüdə, o böyüklükdə da ki, ondan çəkinir, ondan neynər? Qayğılanır, nigeran dolar. Baxın, görün, insan nədir bir mövcuddur? Həm bir adam ki, çox güclüdür, ona heyran olar. Həm ondan, əgər suçlasa, ondan qorxar. Həm də ona şifti olar, farslar deyirlər da. Həm ona heyran olar, həm ona həm də nigeran olar. Üçüncüsü də buydu. Tamam. Getdik, görək ki, qalanı nə deyir? Qismən haqlı deyilmi? Sual soruşur. Qismən haqlı deyilmi? Deyir, bir bölümü, qismən ərəbcə sözdür, türkçəsi olur bölüm, farsçası olur bəxş. Deyir, bir bölümü bu düşüncələrin ki, dedik, hissləri, 3 dənə hissi dedik, yəni ki, ittiham vurana biz nə cür baxırıq? Deyir ki, qismən haqlı deyilmi? Baxsaq görək ki, bunun bir qismətində haqlıdır bu insan. Görək niyə? Niyə? Deyə mırıldanır. Mırıldamaq, bilirsiniz, biz məsələn pişik mırıldar, ona deyirik mırıldamaq. İt də mırıldar, fikir edirəm, yadımda deyil ki, itə də deyirik, yox. Mırıldamaq, yəni dilin altında danışanlara mırıldamaq deyirik. Bizdə, dedim, heyvanda işlətdik üçün insanın üstündə işlətmirik. Amma burada, Türkiyədə bunu işlədirlər. Elə televizyonda, radioda görsən, adam deyir ki, mırıldanır, məsələn. Yəni, bizim öz dilimizdə də bir şey var, buna işlədir, amma indi yadıma gəlmir, düşmür yadıma. Dostlar əgər düşsə yadlarını yazsalar, mən çox sevinərəm. Deyir, belə deyə ki, bu qismən də doğru, bir bölümü doğru deyil bu düşüncənin, deyə mırıldarlar, öz-özlərinə danışarlar. Daha nə deyərlər? Deyərlər ki, biz də biraz solcu deyil miyiz? Biz də biraz, üzr istəyirəm, suçlu. Biz də biraz suçlu deyil miyiz? Bizim də biraz günahımız yoxdur. Biz də hər halda İranda yaşırıq, bu dövlət vardı, bunun əleyhinə çıxmamalıyıq falan. Özün, deyir ki, biraz da özün suçlu görər, çünki o buna suç vurdu axı. O buna dedi pan-türk. Bax, biz də biraz ana dilində danışırıq, dil istəyirik.
biz də biraz ifrat edirik da. Məsələn, 100 illik oxumuzu gel olmasa nə olar? Bu insanların bir iradəsi bu suçu gəlir bu tərəfə. Görək daha nə deyir? Təmizin vermişiz. Aha, üzrsən. Deyir ki, yenə də deyir, adam o sümürcə insanı, müstəmirə insanı öz-özünə deyir ki, təmizin vermişiz. Deyir, vermişiz. Bir də biz bunu təmiz vermişiz. Ya təmiz yəni düz düşünmək. Təmiz bilirsiniz, paça deyirik da, farsda paç deyirik, biz təmiz deyirik. Deyir, təmiz ayırt eləmək. Təmiz əslində ərəbcə sözdür, ayırmaq mənasındadır. İki şeyi, məsələn, deyək, düyü ilə daşı arıtdırıq da, biz buna deyirik təmiz. Bunun ərəbcəsi təmizdir. O düyünün içindən o şey ki, düyü dəyir, onu götürürük, ona deyirik təmizləmək. Əlbəttə, biz övsələmək deyirəm, fikirəm, türkçə deyirik. Amma ərəbcəsi təmizdir. Onu istirik. Təmizin vermişiz. Deyir, bunu biz ayırt eləyə bilmişik ya, yox. Sual soruşur. Sual soruşmur, düz istəyirəm. Təmiz vermişiz. Biz bunu ayıra bilmişik. Görək daha nə deyəcəkdir? Mən bir yerdən, üzr istəyirəm, mən bir yerdən atlamışam bir sətir, pis olmayıbdır. Tənbəliz. Adam üzr istəyirəm, mən o cümləni çox oxudum, qələt idi. Onu yadınızdan çıxadım. Tənbəliz. Biz tənbəluq. Adam özünü suçlur. Aramızda nə çox aylaq var. Aramızda, biz türklər hey bunu deyirik, çox satqın var. Aramızda nə çox aylaq var. Bizim aramızda nə çox aylaq var, satqın var. Ürcəyiz. Üz-üstəm, dostlar, mən bu ürcə sözünü bilmirəm nədir. Bunu bir baxım görüm. Buradan bir Google əleyhissalam bunu bizə bir görsətsə yaxşı olar. Görək bu ürcəyiz ya nə mənə. Adam bəzən istir şey eləsin, üzr istəyirəm, bir şeyi əcəli ilə yazır, olmur. Mən buracan 4 dəfə yazmışam, olmayıbdır. Türkçə sözlük, tamam. Elə Google-ın özü gəldi, burada biz bunu dəyişdirək. Nə idi bu? Əgər tapa bilsəm o sözümüzün ürcəyiz. Ürkə. Fikirəm, ürkməkdən olacaqdır. Ürkə. Görək burada nə yazdı. Ürkək, bəli, ürkəkdən gəlir. Ürkəyiz, qorxaq. Ürkəyiz, yəni qorxağıq. Çünki əzilməyə izin vermişiz. Niyə deyir ürkəyiz? Çünki əzilməyə izin vermişik, icazə vermişik ki, bizi əzsinlər. Adamlar özlərini neynirlər? Təhqir edirlər. Bu dedik ki, o gücün qabağında özlərin beləsi tənqirlər. Sümürgəcinin bilərək yaratdığı və yaydığı bu mitsəl və bayaqlar bunu qatışdırmışdım, ondan bunu qatışmışdım və aşağılayıcı portürə sümürgələşdirilən tərəfindən ən sonunda qəbul edilir və sümürgələşdirilən bir ölçüdə onunla birlikdə yaşar. Diqqət buyurdunuz, nə oldu? Çox gözəl. Pəs deyir ki, adam deyər ki, biz ürkəyiz, yəni qorxağıq. Çünki əzilməyi farslara biz vermişik ki, bizi əzsinlər. Tamam. Sümürgənin bilərək, sümürgəçi istemalcər farslar bilərək, onlar bilə-bilə yaydığı
yaratdığı, onlar bir şey yaradıblar. Torkəxər, nə bilim, türklər filandılar, dövlət istəməz, İranlısız, Azərisiz filan yaratdığı və yaydığı bu mitsəl ustureyi, xiyali nağıllar, xiyali bir şeylər düzəldir, Azəri dili məsələn. Və aşağılayıcı, təhqir edici, təhqir sözü ərəbcədir, onun türkçəsi aşağılayıcı. Farsça fikrin pəst olacaq, amma təhqir mənasına gəlmir. Aşağılayıcı portrə, təsvir yaradıbdır o. Fars dili bunu yaradıb və yayıbdır. Bu bizim zehnimizdə olduğu üçün biz də o cür düşünürük. Sümürgələşdiriləni bizləri, yəni türkləri İranda farslar tərəfindən ən sonunda qəbul edilir. Biz onları, o düşüncəni, o yaratdığı ki, onlar yayıblar, yaradıblar, onu qəbul edər ən sonunda. Və sümürgələşdirilən və biz türklər bir ölçüdə, bir əndazədə, hərə bir əndazədə, biri mümkündür ki, %1 farslaşa, biri mümkündür %100, biri də mümkündür %200 farslaşa. Məsələn, Azəriha %500, %1000 farslaşıbdır. Yəni, farslar özləri o cəsarəti eləyib, o sözü deməzlər. Siz görməzsiniz, məsələn, farslar Azəri kəlməsi üstündə çox yazı yazırlar. Amma türk farslar ki, 500 bərabər farslaşıblar, farslardan çox farslılar, onlar mütəəssifanə yazarlar. Və sümürgələşdirilən bir ölçüdə onunla birlikdə yaşar. Bir ölçüdə də onun kimi yaşar. Onunla birlikdə yaşar. Elə bir ər-arvad ki, birlikdə yaşırlar, məcburdular və bir-birlərini geçirməyə məcburdur. Deyir ki, bu da bir ölçüdə eyni odur yaşar. Böyləcə bu portrə bir gerçəklik payı edinir. Deyir ki, bir ölçüdə, bir miqdar, bir əndazədə, bir ölçüdə, elə, bir ölçüdə bu portrə, bu təsvir şimdi yaratdığı adamlar özləri güclüyün qabağında nə cür hiss elərlər o və onlar yayıblar, bir fikri yaradıblar, bir düşüncəni və onu yaygın ediblər. Deyir, bunu neynərlər? Bir ölçüdə gerçəklik payı edinir. Deyir ki, həqiqətə çevirilər. İranda şah zamanı türklər gəldilər, Hezb-i Xəran düzəltdilər. Bu, o gerçəklik payıdır. İnsanlar inandılar ki, biz eşşək yox, getdilər bir hizbi düzəltdilər. Mən bunun ruznaməsini gördüm. Hezb-i Xəran edinir və sümürgələşdirilənin gerçək portresinə katkıda bulunur və sümürgələşdirilənin və bizim türklərin gerçək portresinə həqiqi təsvirçi türklərdən var, ona katkıda bulunur. Onu qatarlar buna. Onu qatarlar buna. Bu sürət bilinmiyor. Bu rəvənd ki dedik, bu 100 ildə biz belə olmuşuq. Bir gündə, əvvəl gündə belə ola bilməzdik. Bu sürət bilinmiyor deyildir. Deyir ki, bu cür deyil ki, bilinməsin ha zaman başlandı, nə cür başlandı. Biz bilirik ki, Rıza Şah dövründən amuzuş pərvərişə düzəltdilər. Amuzuş pərvəriş Qacar dövründə düzəlmişdi. Onu getirdilər əllərinə. Təbrizdə onun başına bir dana fars qoydular, ya bilmirəm türk idi. O gəldi dedi ki, bundan bu üzə hər kəs türk olsa, türkçü danışsa onun başına noxta vurun. Və sərşumaridə dedi ki, xər şumari elruq biz Azərbaycanda. Sərşumari eləmruq. Yəni belə bir, biz bilirik tarixi nə cür gəldi. Dedi ki, bu sürət bilinmiyor değil. Bu cür deyil ki, bilinməsin hardan başlanıb bu. Bu bir hilədir. Bu bir hilədir, belə başlarlar. Əvvəl səni nə cür insanlığı əlindən alar, sənə hangi sifətləri verər, sonra o sifətləri nə cür sənə geçindirər, sənin beyninə, sən onu qəbul edərsən, onu öz fərhənginin bir parçası elərsən. Yönetici sınıfı, ideolojisinin yönetilən sınıflar tarafından böyük ölçüdə benimsəndiyi iyi bilinir. Deyir ki, bu iyi bilinir ki, cümlənin axirindən çox gözəl bilinir, çox yaxşı bilinir ki, nə olubdur? Yönetici, idarə, müdür. İdarənin, bir şirkətin, hər kəsin rəisi müdür. Müdür, yönetici, sınıfı. Yöneticilər, yəni deyək ki, sınıf, yəni qeşr, təbəqə. Təbəqə müdiran, farsça deyirlər, ha, təbəqə müdiran. O, təbəqə ərəbcədir, müdiran da ərəbcədir.
nə müdirin, nə təbəqənin farsçası yoxdur. Yönetici, Türkçəsi yönetici. Yönetici sınıfının, təbəqəsinin, ideolojisinin, bunların bir ideolojisi var. O İranda indi bir müdirlər təbəqəsi var da, dövlətdir, idarələrdir. Bunların bir, məsələn, bunlar oğurluq elərlər. Oğurluq, görürsünüz ki, İran televiziyonda deyirlər ki, ixtilas oğurluq deyil ki, əlin kəsək adamı. Şəridə də, qanunda da yoxdur ki, haramdır. Eyni tiryəkə kimi deyirlər, əraq vardır, qanunda, şəridə var ki, əraq haramdır. Onu hər kəs isə öldürürük, ya vurarıq, ya döyərıq. Amma tiryəkin yoxudur, məvadlı müxəddirin yoxudur. Hər halda. Deyir, onun ideolojisi də fəlsəfi siyasi. Fəlsəfi siyasi. Məsələn, panfarsismin fəlsəfi siyasisi nədir? O birisi millətləri aradan aparmaq, özünə bənzətmək və onların torpaqların geci-tezi əlinə almaq. İşğal eləmək. Bunu ki dedim dostlar, bu da yadıma düşdü, bunu da deyim. İranda, bizim bölgədə, İran demək, bizim bölgədə 3 dana millət vardı ki, 3'ü də azlıqdır, 3'ü də türklərin içindədir, 3'ünün də cahan vətəni fikri var. Ermənilər çox az millətdir, 3-4 milyondular. Amma bunlar o bölgənin hamısına özləri sahib bilirlər. İkincisi Kürdlərdir, azdılar, çox da az deyirlər, ermənilərin neçə qatıdırlar. Amma özləri bu bölgənin sahibi bilirlər. Üçüncüsü də farslardır. Onlar da azdılar, amma o bölgənin sahibi bilirlər. İndi ərəblər bilmirlər, bəluçlar bilmirlər, türkmənlər bilmirlər. Hətta biz türklər bilmirik ki, tamam o bölgə bizimdir. Yox, biz hər millətin özünün yerini qəbul eləmişik, tarixdə də elə o cürdə qalıblar. Tamam. Yönetici sınıfı ideolojisinin yönetilən o adamlar ki, müdiriyyət olurlar. Biz türkləri müdiriyyət eləyən var. Biz türklər yönetilənik, müdiriyyət olanik. Yönetilən sınıfları, biz dedim bizlər, tarafından böyük ölçüdə mənimsəndiyi iyi bilinir. İyi bilinir ki, mənimsəllər. Dostlar, bu mənimki, malikiyyət çox mühümdür. Zindana düşürsən, deyir ki, mənim bəndim. Mənim təxtim, mənim zindanım, mənim qazim, mənim zindanbanım, mənim... Yəni, malikiyyət çıxır, cahildir. Mən çox zindanda buna çox diqqət edirdim. İnsanlar danışanda deyir ki, mənim bəndim, mənim zindanım, mənim qazim, mənim naziri zindanım, mənim nicəhbanım, bəndimin nicəhbanı. Malikiyə sahib çıxırdı ona. Cəlibdir. Mənimsədiyi, yəni bu. Biz onu mənimsəruq. Dedim, müdürləri də, dedik ki, bunların ideolojisi bizim ideolojimiz olar. Bəs nə dedi? Dedi ki, müdürlərin ideolojisi, müdür sinfinin, İranın bu günləri yönetim sistemi, müdürləri kimlərdir? Rəhbərdir, rəis cumhurdur, kabinədir, dövlətin üstəndarları, fərmandarlarıdır, müdir kollardır, gəldə aşağı ustandar, fərmandar, bəxşdar, nə bilim, bunlardır, şurayı şəhridir, şəhərdardır, bunlar yönetimdirlər. Ondan sonra da şirkət, xüsusi şirkətlər var, dövlət, karxanalar falan, bunlar da yenə də bir dana müdürdür, məsələn, neçə min nəfər onun əli altında işləyəndir. Əl altı desək, daha bizə bəlli olar, yönetilənlər onlar olur. İndi onlar, deyək ki, 2000 dana, ya 3000 dana müdür, 3000 dana müdür, ya 5000 dana müdür, Kolli İranda yaşayan 85 milyon adamı yönetirlər. Və deyir ki, bu yönetilənlər, o 85 milyon, o ideolojini, onların ideolojisin mənimsəllər. Onlar yaşadığı kimi yaşarlar, onlar düşündüğü kimi düşünərlər. Çünki güc onlardadır. İnsan gücü gördüğü üçün ona şey... Amma bir də insanlar var da gücə üsyan elərlər. Gücə üsyan elərlər. Dünyanı bunlar değiştirir. Qalan qoyundur. Onlar ötür. Dünyanı onlar değiştiriblər tarix boyu ki, üsyan eləyiblər. Peyğəmbərlər üsyan eləyiblər. Var dövlətin əleyhinə, var sistemin, var düşüncənin, var dinin, var Allahın belə əleyhinə üsyan eləyiblər. Məhəmməd durub Allahların əleyhinə inqilab eləyibdir da. Dünyanı onlar değiştirirlər. Dünyanı biz değiştirəcək. Dostlar, baxmayın o otaqlarda ki, görürsünüz ki, onlar min nəfər, ya milyonlar adam oturublar, coça qulaq asırlar. Onlar dünyanı değişdirmə. Onlar qoyundular. Onlar elə orada biri deyəcək, onlar da məlilləyəcəkdir. Mən çox bunu gözəl indi görürəm. Çobanlar bəzən bu işi görürlər. Görürük, videosunu da qoyurlar. Çıxır orada deyir, o da deyir, qəşəng, gözəl. Yəni, onlar olur. Amma
bizim müxatəbimiz kimdir? Bizim müxatəbimiz insanlarımızdır ki, dünyanı değiştirəcəklər, İranı değiştirəcəklər, Azərbaycan, indi baxın, bizim türklərin bir çoxunun arasında İran qavramı mənası yoxdur. Biz değiştirmişik bunu. Bunları İranlılar değiştirməyiblər. 100 il onlar bir iş görmüşlər, yaratmışdılar. Biz net ilin içində bunu pambıq, onlar nə mənə sərimişlər, biz onu pambıq elədik. Biz hamısını hallaşdıq elədik və heç elədik. Dünyanı biz değişdirəcəyik. Çox da olmayacaq. Biz 3-400 nəfər, 5-600 nəfər olacaq, değişdirəcəyik və bizim millətimiz bizə inanandan sonra bu değişimin dalısıcan gələcəkdir. Dünənləri mən yazıda o dünənki proqramın axirində dedim ki, nə qədər 92 min milyard nə qədər pul elər. Onu sonra hesapladım. Tirelinin Kanada ölçüləri ilə çıxartdım uzunluğu nə qədərdir? Hər treliyə 20 min 10 min tümən, 20 ton, yəni 20 min kilo min tümənlik kağız yüklədik, oldu 4600 treli. Hər biləri 22 metr, 25 santimetr uzunluğu olduğu üçün dəqiqən Təbrizin darvaza deyirdik qədim. O darvazadan çıxanda ta əhərə girinəcən trellər bir-birlərinə belə yapışsalar, indi mən bu cürsə getməyələr, fəqət bir-birinin qabağında dayanalar bir-birlərinə, aralarında geçməyə yer olmaya. 102 kilometr, neçə 100 metr uzunluğu da o trellərin ki, o pulu ki, ixtilas ediblər, onu daşıyacaqdır. Diqqət buyurursunuz, bizim illətimiz buradan inanacaqlar. Buradan inanacaqlar bizə. Və biz, dedim, bir zaman var idi, dostlar, biz istirdik Azərbaycan işğal olanda torpaqları, ermənilər işğal edilgəndə, istirdik Tehranda rahpeymalıq eləyək. Ya onun il dönümündə. 71-də, 72-də, 73-də, bu illərdə, mən 74-də can təqribən bunları müşarikət elədim. Ondan sonra başıma oyun gəldi. Bir yol, onda biz 200-300 nəfər adam yığanmırdıq Azərbaycan, Ermənistan sifarətinin qarşısına. Amma indi, Allaha şükür olsun, içindən neçə il gedib, ya 30 il. 30 il geçməmiş bizim neçə milyon adamımız vardı və yüzlər min nəfər məqalə yazır, yazı yazır. Biz mədrəsəmiz yox, dövlətimiz yox, güc əlimizdə deyil. Diqqət buyurun, güc əlimizdə deyil, dövlət əlimizdə deyil. İnsanları qorxutmuruq, pul vermirik, hüquq vermirik, rüşvət vermirik. İnsanlarımız milyonlar nəfər Azərbaycançı olur. Yəni farslar uduzublar. Farsların rəsmən uduzublar. Farslar özləri də neçə yerə bölünüblər. Farslar bu günləri İrana əmni bölmürlər. Hər kəsin pulu var. Türkiyə, Kanada, Avropa, Rusiya qaçırlar. Hindistan qaçırlar. Yəni farslar hər kəsin əli ağzına yetişir İranda. Fars. İranda qalmır. Hər kəs, hamı istir oradan bir şey kəssin, qaçsın. Bizim millətimiz bunu görəcəkdir və bizim oysa hər savaş ideolojisi, biz Farsla Türklə Farsın tarixsel bir savaşı var. O qədimçilər, Ruslar da deyiblər bunu. Hər bir savaşın ideolojisi var. Savaş ideolojisiz olmaz. Onlar ki, Türkün əleyhinə bir dana cəngi rəvani başlamışlar, cəngi amuzişi başlamışlar, cəngi iqtisadi başlamışlar, cəngi müdiriyyət başlamışdılar. Onun bir ideolojisi var idi. Bütünsel bir parçası olarak. O ideoloji bütünsel bir parçadır. Yəni İranda Fars sistemi amuziş pərvərişdə, danışgahı da, döktürü də, mühəndisi də, hüququ da, qanunu da, nümayəndəsi də, şurayı şəhri də, hamısı polisi, ittilaatı, karxanaları, hamısı deməli bir bütünsəldirlər. Onlar bir bütün bir şeydirlər. Olaraq düşmana dair bir anlayış içirir. Onların içində bir düşmənə dair Türklərdə bir anlayış var. Biz de onlara göre savaşırıq indi. Diqqət buyurun. Bizim de bir fəlsəfəmiz var, bizim de bir ideolojimiz var, bizim de düşmənə qarşı bir düşüncəmiz var, anlayışımız var. Tamam. Bu ideolojiyi
qəbul etməklə, o zaman ki siz Azərbaycançılığı, türkçülüğü qəbul edirsiniz, turançılığı qəbul edirsiniz, hangi mərhələdə olursunuz olun, mühüm deyil. Mühüm budur ki, qəbul edirsən ki, mən Azəri deyiləm, türkəm, mən Azərbaycanlıyam, ya Azərbaycancıyam, ya Azərbaycan millətçisiyəm. Ya da deyirsən ki, yox, mən İrandakı türklərin müdafiəyəm, ya da deyirsən, mən türk dünyasının müdafiəyəm. Diqqət buyurun, bu üç ölçüdə ideolojini qəbul etməklə, onu qəbul edəndən sonra təhəkküm altındakı sınıflar, sizin hökmünüzün altında, ya onların hökmünün altında olan sınıflar, təbəqələr, sınıflar kendilərinə ayrılan rolu pratikte onaylar. Deyir ki, elə ki siz bunu qəbul edirsiniz, sizin altınızda olan insanlar bu fikri, bu düşüncəni əməldə, pratik latincə sözdür, pratik əməldə o rolu, o işi neynərlər? Oynarlar, onu ya onaylar. Onaylar, yəni təyid elərlər. Yəni, əgər siz bir dana fikri götürürsünüz, deyək ki, Günastivə olsun, bir partilər olsunlar filan bəhman. Bir fikri götürübdür, Farsla savaşmaq fikri. Bunu yayır. İnsanlar ki, bunu qəbul edirlər, bu fikri onaylırlar, təyid edirlər. Onun indilik də savaşmasalar, çünki indi hələ feylən silahımız yoxdur. Sabahları o gün ki, biz silah götürək. Diqqət buyurun, silahımız yoxdur deyirəm. Yəni, bunu biz hər şeyi açıq-açıq deməyəcək təbiyyətən. Bizim indi feylən silahla savaşmaq istəmirik. O gün ki, dünyada siyasətlər İranın bölünməsinə və bizim dövlət qurmağımıza yönələ, o gün bizim silahımız əlimizdədir. Hər evdən bir silah çıxacaq, bir dana yox. Hər evdən adam tedadı silah çıxacaqdır. Siz o günə əsla nigeran olmayın ki, bizim silahımız yoxdur, Kürdlərin vardır. Əvvələn, dostlar, Türkiyə bu günləri Kürdlərin hesabını verir, kəsir. Bu bir. Bu bizim üçün böyük xidmətli Türkiyələr, bilərlər, bilməyərlər. Bu böyük xidməti bizim üçün edirlər. Bizim böyük düşmənimiz bu günləri adamların itirir, silahların itirir, dünyada rabitəsini itirir. Və biz bu tərəfdən dedim, o gün ki dövlətimizi qurmaq günü gələcəkdir, Quranda ayə var şey üçün, biz bunu özümüzün mənfəətimizə işlədə bildik. Deyir ki, o saat ki gəldi, yetişdi, qiyamət olacaq. Diqqət buyurun, qiyamətdə mənzur bu deyil ki, o şey olacaqdır. Öləcəyik, gedəcək, qiyamət olacaq. Qiyamət o zamandır ki, siz ölülükdən qalxasınız. İndi biz ölüyük axı. İndi bizi farslar alıblar istimar altına. Bir neçə ildən sonra görəcəksiniz ki, hər evdən 4-5 dana silahlı, hərəsinin kəmərində, çiynində yüzlər fişək çıxıblar damların üstünə. Onu görəcəksiniz. Onu görəcəksiniz. İran adında bir şey yoxdur, olmayacaqdı da. Olmayacaqdı da. Kafidir biz inanaq. Kafidir bunu təsəvvür eləyək. Xiyalımızda bu dövləti quraq. Türk dövlətin quraq xiyalımızda və bu xiyalımızı qurduq, onu əməl eləmək üçün, ona yetişmək üçün çalışaq. Hərə öz yerində. Hərə öz evində öz tüfəngin elə bir ki, istir düzəldə özünün evin qoruya düşməni qabağında. İndi biz bir ailə yox, 4 dana, 5 dana, 10 dana adamıq. Damımızın dövrəsini, səngərimizi qoyduq, pəncərəmizin altına gülləmizi qoyduq. Düşmən gəlsə bu küçüyə vuracağıq. Kürd olur olsun, Erməni olur olsun, Amerikalı olur olsun, Fars olur olsun, Lor olur olsun, Cilək olur olsun, hər kəs olur. Düşmən gəlsə vuracağıq. Və bizim mərzimiz var. Azərbaycanın tarixsel bir mərzi var. Heç olmasa Qacar dövründən bizim mərzimiz bəllidir. Azərbaycan haralara deyilir. Biz, ora bizimdir. Və oranın mərzini biz qoruyacaq. Amma onu gərək əvvəl inanaq ki, bu dövləti mən quracağam. Və cəlibdir. Evlənəndə bir-birimizə, əvəzini deyək, mən 1000 dana sikkə istəyirəm, deyək ki, mən səndən istəyirəm dövlət qurasan, Azərbaycan dövlətini. Kişi də xanımdan istəsin. Mən səndən istəyirəm Azərbaycan dövlətini qurmağa mənə yardımcı olasan. Və biz beləliklə bir inancla, kəbinimiz bu, ürəkdən bir-birimizə yapışacaq. Və gedəcəyik o hədəfə. Çünki bir var ki, hədəfin bu ola ki, mən evlənirəm ki, seks eləyəm. Seksin bugün qutarsa 5-10 gündən sonra ayrısına tamam düşəcəkdir. Amma əgər bir amac qoysan ki, mən səndən yoldaş oluram,
Baxın, həyat yoldaşı deyir, nə gözəl. Mən səninlə yoldaş oluram ki, o Azərbaycan Türk, Güney Azərbaycan Türk Cumhuriyyət dövlətini quram. Ondan sonra sizin seksiz, öpüşməz, görüşməz, onun %1'i olacaq o eşqin. %99 ayrı bir şeyler ki sizi birbirinize yapıştıracaktır. Tamam, səfəmizi qutaraq və şey olsun. Bu durum, bu vəziyyət indi dedik bu, başqa şeylərin yanı sıra toplumların görəcə istiqrarlığını açıqlar. Deyir ki, bu söz ki biz dedik, bu durum başqa şeylərin yanı sıra, başqa mövzuların yanı sıra, yəni onların yanında, yanı sıra dərkənarı an Farsça, yanı sıra onun o ayrı mövzuların yanında, yəni bunlardan əlavə ayrı mövzular da var, amma onların yanında yanı sıra toplumların, dedik ki, camiə-şünasidə bizə İranda öyrətməyiblər. Camiə-şünasidə iki dənə məsələ var. Bir toplum var, bir toplumlar var, bir də toplular var. Topluluqlar var. Topluluqlar. Toplum, yəni məsələn, bizim kəndimiz bir toplumdur. Hamısı türkdür, oradadır. Təbriz bir topluluqdur. Niyə? İçində ermənisi var, içində farsı da ola bilər, azdır. Olsa da çox azdır, ermənidən də azdır. Türkü çoxdur. Və ola bilər 5-10 dənə də Kürdü olsun. Məsələn, Məsihisi var, Yahudisi var. Bunlar ola bilər. Buna deyilək topluluq. Niyə? Neçə dənə toplumdan ibarətdir. Biri Məsihlidir, biri müsəlmandır, biri Şiədir, biri Sünnüdür, biri Türkdür, biri Ərəbdir, biri Bəluçdur. Bunlar Təbrizdədirlər. Topluluqla toplumun bəs fərqi budur. Toplum yəni bir dənə camiə ki, hamısı bir millətdir. Topluluq yəni bir camiə ki, orada neçə dənə millət var. Diqqət buyurun, camiə-şünasda bunları bizə deməyiblər. İranda. Toplumların görəcə yəni görmək da, yəni o görəcə istiqrarlıqları, yəni istiqrar nə mənə? Subat, əmniyyət, qalmaq, onu deyir. Ərəbcə sözdə istiqrar, oradan gəlir. İstiqrarını açıqlar. Deyir ki, bu mövzular toplumların istiqrarın qalacağını açıqlar. Bizzat əzilənlər əzilməyə istəməz hoşgörü göstərir. Deyir, mütəəssifanə, bizzat, zatən, əslində, kökündə, zat kök deməkdir bizdə. Kökündə əzilənlər, bizlər ki, müstəmir yox, bizlərə əzilən deyir bəzən. Əzilənlər əzilməyə istər-istəməz, əzilmağı istər-istəməz neynər? Xoşgörü göstərir. Deyir, onu qəbul elər. Xoş niyyətlə baxar farslılara, İranlığa. Bunu dedi. Xoşgörü, yəni xoş niyyət. Xoş niyyətlə baxar bu əzilmağa. Sümürcə ilişkilərində, istimarın rabitəsində, sümürcə ilişkilərində, ilişki olur rabitə, rəvabit ilişkilərində təhakkum hükm eləmək. Ərəbcə söz, təhakkum. Təhakkum insanlar tərəfindən dayatılır. Deyir ki, sümürcə ilişkilərində, rəvabit istimar və müstəmirədə təhəkküm, hökm eləmək, dəstur vermək, əmr insanlar tərəfindən Baxın, biz bəzən farsların müstəqim əmrlərinə qulaq asmırıq. Bəzən onlar ki, bizə əmr verirlər, dedik, müdür təbəqəsində. Bunlar şimdilər türkdülər, amma farslaşıblar. Deyir ki, sümürcə rabit ilişkilərində təhəkküm insanlar tərəfindən dayatılır, onlara verilər. Amma sümürcəni qalır. Amma üzr istəyirəm. Burada bir cümlə yazıbdır. Şema el ayrıdır. Bunlar bir kəlmə deyil. Mən istəyirəm bunları yapışdıran bir-birinə yapışmayacaqdır. Amma şema görüntü. Şema aynı kalır. Bir ama
o görüntü aynı qalar. Sümürcə insanının nitələnişi. Dostlar, burada qoyaq qalsın, çünki bir səfədir. Mən də yoruldum, fikir edirəm ki, bir saat keçdiyi üçün belə oldu. Elə səfəmizin əvvəlindən qalsın. Yarın inşallah ömür olsa bunu oxuyarım. Sizlərin hamıza xoş gecə arzulayıram. Umaram ki, keyfiniz saz olsun. Gecəniz xeyrə qalsın. Allahın amanında.